məktəbə və bütün yaşa obyektlərinə yaxın bir məsafədə sizlərə 2 mərtəbə 4 otaqdan ibarət mülk təqdim edirəm. Dəyərli dostlarımız, Masazır qəsəbəsində yerləşir. Evin də torpağında çıxarışı alınıb hazır vəziyyətdə əldədir. Mərtəbələr arası monolit betonla inşa olunub. Evin ümumi üst fasadı ilə sizləri tanış edirəm. Gecə evin və həyətyanı sahənin işıqlandırılması üçün plafonlarına kimi vurulub, tamamilə hazır bir vəziyyətdədir. Kombi aparatının yeri burada nəzərdə tutulub, həyətyanı sahə tamet daşlarla örtülüb, hazır vəziyyətdədir. Mərkəzi giriş darvazasıdır, dəyərli dostlarımız, kanalizasiyanın trapına kimi çəkilib, tamamilə hazır vəziyyətdə. Əllimaq üçün burada krantına kimi qoyulub, yerdən 5 daş kürsüdə inşa olunub. Evin ümumi fasad görkəmi ilə sizləri tanış edirəm. Damı paket şiferdir. Keçək mülkümüzün içərisinə doğru. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Dəyərli dostlarımız, geniş bir şəkildə dəhliz vasitəsi var. Dəhlizdən ikinci mərtəbəyə qalxan beton pilləkəndir. Mərtəbələr arası monolit betonla inşa olunub. Dəhlizdir, mətbəxdir, sanitar qovşaqdır, istipolla təchiz olunub. İstipolun kollektoru burada nəzərdə tutulub və solda yerləşir evin qonaq otağı. Ümumilikdə olaraq mülkümüzün birinci mərtəbəsi monolit betondur və bütün otaqların istili sisteminin xəttinə kimi çəkilib. Birinci mərtəbə istipolla təchiz olunub, dəyərli dostlarımız. İkinci mərtəbə radiator vasitəsilədir. İşıqlarına kimi qoşulub, şəbəkə pəncərə öz həyətyanı sahəsinə baxır. Digər sahələrə doğru hərəkət edirik. Burada yerləşir evin mətbəx sahəsi. Mətbəx mebelinin yerlərinə kimi quraşdırılıb, pəncərəsinin qarşısında tamamilə açıq vəziyyətdədir. Hər mərtəbənin özünə məxsus sanitar qovşaq sahəsi var. Duş kabini üçün yer də ayrılıb, tavan sahəsi asma tavanla işlənilib. Geniş bir şəkildə dəhlizin sizlərə bir daha təqdim edirəm. Dəyərli dostlarımız, 127.000 manat təşkil edir. 127.000 manat ikinci mərtəbəyə qalxan beton pilləkənlər qranit daşlarla üzlənilib və əl tutacaqlarına kimi vurulub, tamamilə hazır vəziyyətdədir. Alqı-satqı et, köç yaşadır, dəyərli dostlarımız. Hər mərtəbənin işıq sistemlərinin ayrı-ayrılıqda avtomat sahələri mövcuddur. İkinci mərtəbənin avtomat sahəsinin işıqları. Pilləkən sahəsindən qalxdıqda burada yerləşir sanitar qovşaq sahəsi. Burada da duş kabini üçün yer ayrılıb, asma tavandır. Ümumi olaraq cüt daşla inşa olunub, dəyərli dostlarımız, cüt daşla. Birinci yataq otağı ilə sizləri tanış edirəm. Ümumi 2 mərtəbə 4 otaqdan ibarətdir. İkinci yataq otağı ikinci mərtəbəyə məxsus, çox böyük bir kvadratlara malik yataq otaqları mövcuddur. Və sonuncu yataq otağı. Bu yataq otağından eyvana keçid də mövcuddur. Və geniş bir şəkildə dəhlizini sizlərə təqdim edirəm. Dəhlizdən tavana çıxış etməkdə olur. Səhifəni bəyənib like etməyi unutmayın. Sağ olun, sağlıqla qalın.